Allah əzəmət, günahlardan qorxmaq lazım. Aliyəhə səfirəhə. O yer əkirləri lapatka ilə. Yer əkir, torpağa çevirirlər. Bu cür eləyib Allah Subhanahu taala. Bunlar Quran-ı Kərimdə keçir, Hud surəsində keçir. Allahu Akbar. Allah qövmləri məhv eləyib. Bastırıb onları Subhanallah. Günahların nəticəsinə görə. Ömər ibn Xattab radiyallahu anh Səmərqəndə səhv eləməmsə qoşun hazırlayırdı, döyüşə göndərirdi. Qoşunun qarşısında çıxıb bilirsin nə deyirdi? Qoşunu yığmışdı, çıxırdı qoşunun qarşısında onlara təlimatlar verirdi. Radiyallahu anh. Deyirdi ki, Lə təxafu min aduvikum, min aduvikum. Deyir ki, günahlarınızdan qorxmayın deyir. Üzr istəyirəm. Düşmənlərinizdən qorxmayın deyir. Deyirdi, düşmənlərinizdən qorxmayın. Xafu min zunubikum. Günahlarınızdan qorxun deyir. Döyüşü udub gəlməsəz, məğlub olsanız, bilin ki, nələ siləmiz. Fikir versin, hara işarə edirdi, radiyallahu anh. Xafu min zunubikum. Günahlarınızdan qorxun deyir. Əgər döyüşdə udursanız, bilin ki, nə siləmisiniz. Ola bilməz ki, günah eləyəsiniz, udasınız. Amma günah eləməsəz, %100 udacaqsınız. Bu qədər. Gedin döyüşə. Radiyallahu anh. Bu cürlə tərbiyələndirirdi. Onlar bu cürlə idi, həqiqət. Ona görə subhanallah, günahlardan çox ehtiyatlı olmaq lazım. Bacardıqca uzaq durmaq lazım. Gizlidə, başkarda. Xüsusən də nədir gizlidə? Bu qəlbin təqvasıdır. Vallahi, qəlbin təqvasıdır ki, mən Rəbbimi tazim edirəm. Siz deməyin, qəlblərdə Rəbb tazim olunmur, subhanallah. İllər boyudur qəlbində insan Rəbbini tazim eləmir. Nədir günahlar? Fürsət düşən kimi günah eləyir. Siz də fürsət düşən kimi günah eləyən insan qəlbində Rəbbini tazim eləyir. Mümkün deyil. Hətta o desə də belə, mən Rəbbimi yalan deyir. Yalan deyir ona görə ki, Rəbbini tazim eləyən qəlbində Allahın haramlarından uzaq durur. Bu məsələlər o məsələlərdir. Qardaş, Allah razı olsun. Yaxşı sual verir, həqiqət. Bu hamının yaralı yeridir. Günahlardan nədir? Uzaq durmaq. Günahlardan uzaq durmaq lazımdır. Hətta Allah Subhanahu taala rəhm eləsin. Gündəlik, təkrar edirəm, barakallahu fikum. Allaha dua eləmək. Amma nədir? Sıdq ürəklə, sadiqliklə, ixlasla. Bilmək lazımdır ki, Allah Subhanahu taala vədi var. Necə hidayədə? Uca Rabbimiz buyurur ki, وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Bu ayət Əl-İmran surəsində keçsə səfər eləməmsə, Uca Rabbimiz buyurur ki, o kəslər ki, bir pis iş görərlər və yaxud özlərinə zülm edərlər, Allahı xatırlayarlar. Pis iş gördükdən sonra Allahı xatırlayarlar. Və günahlarına görə Allahdan bağışlama diləyərlər. Allahdan başqa günahlar kim bağışlayır? Allah Teala sual verir. Amma bir şərtlə. Nə şərtdir? وَلَمْ يُسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Onlar etdikləri günahların üzərində israr da etməzlər. Davamiyyətli dayanmaz. Şərt neymiş? İsrarla davam edin. Allah görsə ki, Ahmed, Əhməd, Muhammed həqiqətən qəlbində o günaha ikrah var. İstəmir bunu, Allah kömək eləyəcək. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Allah Teala buyurur, kim bizim yolumuzda cəhd edərsə, çalışarsa biz onu yönəldərik. Həqiqətən görsə ki, Allah Subhanahu taala bizim qəlbimizdə ixlas var, sıdıq var, o günahdan əl çəkməsi ilə Allah kömək olacaq. İstənilən yollarla. İstənilən yollarla. Amma Allah qorusun, əks olanda, istərsə gizlidə, istərsə də aşkarda, ən çox da gizlidə, insanların işlər düzgün getmir. Subhanallah. Həqiqətən, bütün ailə məsələləri qarşı, çöl, bayır, hər şey. Subhanallah, yəni gün ərzində deyirsən ki, niyə görə belə oldu məndə? Daha unutmuşsan ki, səhər-səhər Allah'a qəzəbləndirən əməl etmişsin. Və bunlar mı? Nə qədər bəladır, həqiqət. Vallahi elə bəladır ki, dəhşət. Vallahi dəhşət. Bununla bizim aramızda və bu knopkalarla bizim aramızda ancaq Allahın təqvası var. Ancaq Allahdan qorxmaq bizi uzaq sala bilər. Elə ki, Allahdan qorxmaq yoxsa, nə istə eləmək? Elə asanlaşdırıblar, Allahu Akbar. Düşmənlər, şeytanlar elə asanlaşdırıb ki, Allah qorusun. İstənilən günah növü var. İstənilən. Elə də elə deyil. İstənilən günah növü var. Bir dənə bizim orada o knopkalara əlimizi, parmaqlarımızı oradan uzaq saxlayan nədir? Allah məni görür. Kim bu hal üzərindədirsə, elhamdülillah. Allah'a həmd eləsin. Gecə gündüz Allah'a həmd eləsin ki, Allah'ım sənə həmd olsun ki, mən ona iptila olunmamışım. Amma kim bunun üzərində deyilsə, Allah'tan çoxlu bağışlama diləsin. Dediyimiz kimi, kim Allah'tan bağışlama dilərsə, Allah onu bağışlayacaq. Və Allah ona yollar göstərəcək.
Çalışmaq lazımdır, günahlardan nədir? Uzaq durmaq. Mücərrəd olaraq Allahın izni ilə bunu düzəldən kimi bütün işlər qaydasında olacaq. İnşallah. Bütün işlər qaydasında olacaq. Hətta ruzunun gəlməsinə mane olur. Ruzu göydən gəlir, günahlar qalxır. Günahlar qoymur ki, ruzu gəlsin. Ona görə nədir? Çoxlu istiğbar. Çoxlu Allahdan bağışlama diləmək. Çoxlu tövbə eləmək. Əməllərimizi düzəltmək.